Hamınıza salam dostlar. Bu gün sizə GTA San Andreas'ın Azərbaycan modunu necə yükləmək, quraşdırmaq olar bunu göstərəcəm. Bu qurulumda data problemi yaşanmır. Yəni Android 13-lərdə çox vaxt data problemi olur. Amma mənim öyrədəcəyim yolla data problemi yaşanmır. Qeyd edim ki, mənim telefonum Android 13 versiyasındadır. Dostlar, ilk əvvəl faylı endirirsiniz, yəni GTA San Andreas'ın faylını. Bunun üçün aşağıda ya açıqlamaya ya da yorumlar qisminə link qoyacağam. Oradan girib yükləyə bilərsiniz. Həmin linki girdikdən sonra sizdə belə bir səhifə açılacaq. Burada aşağıda yüklə yazılıb, oxlarla göstərilib. Yükləyə bir dəfə basırsınız, sizi Mediafire atır. Buradan GTA San Andreas Yeraz YT yazılıb. Qeyd edim ki, bu Yeraz YT kanalına aiddir. Və buradan 2,89 GB həcmində olan bir fayl var. Bunun üstünə bir dəfə basırsınız və yükləndir. Mən bir dəfə yükləmişəm deyə bir də yükləməyəcəm. Siz bunu yükləyirsiniz və çıxırsınız. İndi dostlar, bizə əvvəlcə 3 dənə proqram lazım olacaq. Bir dəqiqə. Bir QupuZ proqramı daxil oluq Play Marketdən yükləyirik. QupuZ proqramı yazaraq yükləyirik bunu. Bu bizə mütləq lazımdır. Bunu qoyuruq yüklənməyə. Daha sonra bu Zachiver proqramı lazımdır. Daha sonra isə bu dosyalar proqramı. İndi bunun adı Play Marketdə Files olaraq yazılır. Məndə Türk dilində deyə dosyalar yazılıb. Dostlar, deməli daxil oluruq Zachiverə. Yüklədiyimiz fayl Download bölməsinə düşür. Download-a bir dəfə basırıq və bəli, gördüyünüz kimi yüklədiyimiz fayl buradadır. Yüklədiyimiz faylın üzərinə bir dəfə basırıq. Görüntülə deyirik. Görüntüləyə basırıq və burada Androidin altında GTA V2 Clearfly yazılıb. Onun üzərinə bir dəfə basırıq və indir yazılıb. Ona basırıq və yükləyə basırıq. Və yüklənməyini gözlərik. Dostlar, indi deyim, kanala abunə olub like atmağı unutmayın. Əgər TikTokdan gəlmişsinizsə yorumlarda yazmağı unutmayın. TikTokdan gələn yorumlarınızda like atacağım. Və yüklədikdən sonra burası çox önəmlidir. Çoxun bunu keçir. Aç sözünə basırıq. Açırıq bir dəfə. Bütün icazələri veririk. Yəni, məndə bir dəfə gəldi icazə, sizdə çox da gələ bilər. Bütün icazələri verdikdən sonra offline-a basırıq və oyunu çıxıb keş məlumatlarını silirik. Tezdən qaydırıq Zachiverə. Dostlar, deyim ki, videoya tam baxın. Yəni, videonu qabağa dala eləməyin ki, başa düşəsiniz. Yəni, burada bir anlığına qaçırsınız. Yəni, eləyə bilməyəcəksiniz. Sonradan yorumlar bölməsinə yazmayın ki, mən eləyə bilmədim, düzgün deyil falan. Neyse dostlar, daxil oluq Android-ə, data və com.rockstargames.gtasa var. Ora daxil oluruq və buradan 43 dənə fayl var burada. Birinci filesin yanındakı sarı bu işarəyə basırıq, bir dəfə basırıq və gördüyünüz kimi files sözü ətrafı göy oldu. Sonra ən axırıncı xəritəni sil, csin sözü var. Onun üzərinə basıb saxlayırıq və gördüyünüz kimi bütün fayllar hamısı seçildi. Və burada göy rəngdən yuxarı baxan ox işarəsi var. Ora bir dəfə basırıq. Yuxarıda Download sözünə bir dəfə basıb cihaz hafızası deyirik. Və buradan Android-ə keçid edirik. Android-dən yenə aşağıdakı, sağ aşağı küncüdəki aşağı baxan ox işarəsinə basırıq və bunu yüklənməyini gözləyirik. İndi mən dostlar videonu kəsməyəcəm, prosta sürətləşdirəcəm. Yəni, bu çox da video uzun olmasın deyə. Və bəli dostlar, fayllarımız yüklənir. Hal-hazırda 97, 98, 98 və bütün fayllarımız bura düşdü. Daha sonra bilirsiniz ki, Zachiverdə data problemi var. Buna görə də Zachiverdən çıxırıq. Daha sonra daxil olduq dosyalar, yəni Files proqramına. Bir dəfə daxil olduq. Burada da sizdə icazələr istəyəcək. Yəni mən daha öncə girmişəm deyə məndən icazə istəmədim. Burada Android-ə daxil olduq. Bir dəfə dataya basırıq. Və sizin əgər faylı yüklədikdən sonra açdısa faylı, yəni açmalısınızsa, Rockstar sözü düşəcək. Bunu axtarıb tapmaq buradan çətindir. Ona görə də yuxarıda 3 nöqtə var. Sağ küncdə 3 nöqtə var. Bura basaraq sıralama ölçütü yazılıb. Sizdə çeşidlərlə yazıla bilər. Məndə türkçədir deyə sıralama ölçütü yazılıb. Sıralama ölçütünə bir dəfə toxunuruq və dəyişdirilmə öncə yeni yazılıb. Gördüyünüz kimi 3-cü. Dəyişdirilmə öncə yeniyə basırıq
Və gördüyünüz kimi Rockstar sözü, yəni ən yeni yüklənən fayllar, sadəcə Rockstar sözü yox, bura ən qabağa düşür. Daha sonra burada Android yazılıb. Android-ə bir dəfə basaraq geriyə qayıdırıq. Daha sonra dostlar buradan Files proqramı, Files sözü var. Files-ə bir dəfə basırıq və ondan aşağıdakı bütün hamısını seçirik. Ondan aşağıda olan bütün qovluqları seçirik. Bir-bir seçirik. 43 element olmalıdır dostlar. Buna da diqqət eləyək. Yəni ki, faylların hamısının bir yerdə 2,8 GB həcmində olmalıdır. Əgər bu həcmdə deyilsə, deməli düzgün yükləməmisiniz. Bəli dostlar, gördüyünüz kimi yuxarıda yazılıb 43 öyə seçildi yazılıb. Sonra dostlar gəlirik yuxarı Files sözünün üzərinə basırıq. Bura tam diqqət eləyək dostlar. Files sözünün üstünə basıb saxlayırıq və 43 öyə barmağımla birlikdə hərəkət edir, görürsünüz. Bunu gətiririk datanın üzərinə, əlinizi buraxmadan. Əlinizi buraxmadan sonra gördük data qovluğunun içinə girdi. Sonra buradan com.rockstar games-in üzərinə gətirib buraxırıq. Və bunların hamısı com.rockstarın üstünə gəlir, yəni onun içinə daxil olur. Bunu da gözləyirik. Dostlar, mən burada da videonu sürətləşdirəcəm. Sizin canınız sıxılmasın və video çox uzun olmasın deyə. Bəli dostlar, gördüyünüz kimi bütün hamısı taşındı, bütün dosyalarımız taşındı. Əgər sizdə burada 43 öyə taşınamadı yazılarsa, bilin ki bir səhvlik oldu. Yəni bu oyun açmayacaq. Əgər heç nə gəlmədən belə olarsa, bilin ki oyununuz mütləq açılacaq. Daha sonra dostlar buradan com.rockstar games-ə hələ daxil oluruq. Və buradan bir files mötərizədə 1 var, bir də files sözü var. Bu filesi basıb saxlayırıq üstünə və burada zibil qutusu var. Zibil qutusuna basaraq silirik. Daha sonra bu files 1-in üzərinə basılı saxlayırıq. Sağ küncdə yuxarıda 3 nöqtə var. 3 nöqtəyə basaraq yenidən adlandır deyirik. Və bunun adını S hərfinə kimi olan yerləri silirik və tamama basırıq. Daha sonra dostlar daxil oluruq filesə. Text DB yazılıb, ora daxil oluruq və aşağıda GTA 3 yazılıb, ora daxil oluruq. Və indi dostlar, bu yeri çox önəmlidir. Burada hamısında GTA 3 cüpuzu TMB, GTA 3 cüpuzu TOC və GTA 3 cüpuzu DAT yazılıb. Bu üçünü diqqət edirik. Buradan çıxaraq, bayaq yüklədiyimiz cüpuzu proqramına daxil oluruq. Qupuzet proqramına daxil oluruq. Və burada GPU aşağıda renderer yazılıb. Rendererə qabağında məndə mali yazılıb. Sizdə Power VR da yazıla bilər, Adreno da yazıla bilər. Amma məndə mali yazılıb. Ona görə mən maliyə aid olanını eləyəcəm. Deməli dostlar, əgər buna basırıq, bunun üzərinə təkcə kupuzu yazılanların üzərinə basıb saxlayırıq birinin, 3 nöqtəyə basaraq yenidən adlandır deyirik. Buradan nöqtələrin arasında olan kupuze sözü var. Nöqtələr qalır, kupuze sözünü silirik. İndi buradan məndə mali olduğuna görə, mənim telefonumda mali olduğuna görə deməli yazırıq. ETC yazacağam. Əgər sizdə Adreno-dursa, DXT yazın balaca hərflərlə. Əgər Power VR-dırsa, PVR yazırsınız. Məndə mali olduğuna görə ETC yazacağam. Yəni malilərə ETC, Adreno-ya DXT, Power VR-ya da PVR yazılır. Deməli dostlar, tamama basırıq və digərinə basıb saxlayıb adını dəyişirik eyni şəkildə. Deməli, kupuzet sözünü silirik. ETC. Yenə dediyim kimi, malilərə ETC, Adreno-ya PVR, Power VR-ya, Adreno-ya DXT, Power VR-ya isə PVR yazır. Yenə 3 nöqtəyə basaraq yenidən adlandırı seçirik. Kupuzet sözünü silirik və ETC yazırıq. Dostlar, bunu etdikdən sonra bu fayllar proqramıyla işimiz qutardı və daxil oluruq GTA oyunumuza. Daxil oluruq oyunumuza. Oyuna sizdə icazələr istəyə bilər, istəməyə də bilər. Offline-a basırıq dostlar.
Buradan resumaya basmışsınız. Gördüyünüz kimi açıldı və Yeraz Yıtı yazılı. Dediyim kimi Yeraz Yıtı kanalına aiddir. Buradan resumaya basmışsınız. Bir dəfə yana gətirirsiniz Start Game. Bir dəfə də yana gətirirsiniz Love Game yazılıb. Ora basaraq sizi bura atır və burada In the Beginning yazılıb. Begin yazılıb. Ora bir dəfə basırsınız və oyunumuz açılır. İndi dostlar, bu oyun açılmağını gözləyirik və oyundan sonra sizə necə maşın gətirmək olar, silah seçmək olar, onu göstərəcəm. Və oyunumuz açılır gördüyünüz kimi. Oyunumuzda çox maşın var, yəni istədiyiniz maşınlar da var, Azərbaycan modda. Və oyun açıldıqdan sonra belə bu qapıya gələrək bayıra çıxırsınız və bəli, oyunumuz açıldı, tam şəkildə açıldı. Bəli dostlar, oyunumuzda bəzi atmalar ola bilər. Bu normaldır. İnşallah gələcəyinə həll olar. Amma ki atmalar normaldır. Və dostlar, maşın çağırmaq üçün, yəni bu kameranı elə bir ki yuxarıdan aşağı barmağınızla gətirirsiniz də, amma reski gətirirsiniz. Yəni bax belə gəlsin, elə bir ki bu fason. Baxın, reski belə gətirəndə belə bir səhifə açılır və dovuna basaraq aşağıda maşınlar sözü var. Ora gəlirsiniz və bir dəfə basırsınız. Buradan istədiyiniz maşını seçirsiniz. Məsələn, çox maşın var. Məsələn, mən 06 seçəcəm. Üzərinə bir dəfə basırsınız 06-nın və buradakı maşın şəklinə basaraq minirsiniz 06-ya. Yəni seçdiyiniz maşına və sonra rahat şəkildə sürürsünüz. Sonra dostlar, günü gecə gündüz eləmək, yəni istədiyiniz kimi eləmək olur. Bunun üçünsə yenə həminki qaydada yuxarıdan aşağı reski sürüşdürürsünüz və maşınlar sözünün altında günün vaxtı yazılıb. Günün vaxtına bir dəfə basırsınız və buradan istədiyiniz saatı seçirsiniz. Məsələn, indi saatı gecə 1 qoyaq. Bəli, gördüyünüz kimi ətraf qaraldı. İndi günün vaxtın məsələn 8 qoyaq. Gördüyünüz kimi səhər oldu. Burada çox maşın var. Gördüyünüz kimi YPX xidməti hamısı var. Bolt taksi var. Sonra da oyundan çıxırıq indi. Deməli dostlar, oyunumuz bu qədər idi. Başa düşməyənlər üçün çəkdim bu oyunu. Çünki ötən videomda çox başa düşməyən adam olub. Bu videonu gördü. Dediyim kimi kanala abunə olub like atmağı unutmayın. TikTokdan gələnlər də yorumlara özdən bildirsinlər. Hamısının yorumuna like atacağım. Sağ olun dostlar, salamat qalın. Gələn videolarda görüşənə qədər.